Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bu gün Fonetkanın ikinci videosu olan sammitlər mövzusuna. Baxaq görə sammitlərlə bağlı hansı problemlər var və onların hamısını yerbəyer ilə aydınlaşdıraq. Deməli, biz saytlar mövzusunu keçəndə saytlarda danışmışdıq ki, bir də sammitlər haqqında danışmışdıq. Saytlarda danışmışdıq ki, saytlar deməli ağız boşluğunda heç bir maneəyə rast gəlmir. Heca yaradır, uzanma yaradır, daha sonra vurğu qəbul eləyir. Ancaq bunların hər birinin sammitləri nəyini demişdik? Əksini demişdik də. Belə ki, sammitlər ağız boşluğunda bəzi maneələrə rast gəlir, hecanı yaratmır, amma hecanın formalaşmasında saytlara bir növ köməklik eləyir. Uzanma demək sammitlərdə yoxdur, heca yarada bilmir, vurğu qəbul eləyə bilmir. Aha, deməli, sammitlər mövcud vəziyyətə görə uşaqlar dilimizdə 23 samit hərfi var və bizə deməli ancaq dilimizdə 25 samit səs var. Bunlar hansılardır? Bunlar deməli mövcud vəziyyətə görə k-dır və i-dir. Aha, bunlar deməli mövcud vəziyyətə görə bunlardır ki, bunların Azərbaycan dilində hərf kimi qarşılığı yoxdur. Daha sonra dilimizdə deməli tələffüz zamanı, bax nə deyirəm, tələffüz zamanı k hərfindən, yəni k hərfindən dilimizdə söz başlaya bilər. Məsələn, tutaq ki, nəyə deyək? Kartof. Kartof. Aha, görürsən, tələffüz zamanı k hərfindən dilimizdə söz başlaya bilər. Amma uşaqlar i hərfindən, i səsindən, deməli, üzr istəyirəm, səsinə görə, i səsinə görə deməli nə elə bilməz? Söz başlaya bilməz. I səsi yalnız deməli harda gələ bilər? Sözün bəzən ola bilər ki, ortasında gəlsin, bəzən də ola bilər ki, daha çox sözün sonunda gəlir. Başa düşdünüz? Sadə sözlərin daha çox nəyində gələcək? Sonunda gələcək. Daha sonra mövcud vəziyyətə görə uşaqlar bu i səsi biraz necə deyirlər? Biraz problemli səsdir. Necə? Yəni ki, bu ən çox i, y, h hərf birləşməsindən əmələ gəlir və bunları birləşdirərək i səsini, yəni iştirik x səsini ifadə etmək olar. Və normalda deməli y səsinin cingiltiri qarşılığı nədir? İ səsidir də. Y səsinin cingiltiri qarşılığı i səsidir. Başa düşdünüz uşaqlar? Və ancaq biz nə hikmətdirsə y hərfində heç vaxt i səsini verə bilmərik. Bu səsi verən daha çox k hərfi ilə yazılan sözlərdir. Məsələn, tutaq ki, baxın. Baxın, heç zaman y hərfi sözdə i səsini verə bilməz. I səsini verən hansıdır? K hərfidir. Məsələn, tutaq ki, ç, i, ç, ə, ki. Aha, gördünüz, çək sözündə nədir? Çək sözündə bunun tələffüzü çək şəklində olacaq da. Çək. Və yaxud da ü, r, ək yazılacaq. Necə tələffüz olunacaq? Ü, r şəklində. Gördünüz, k hərfi. K hərfi deməli nəyə verir? İştirik x səsini verəcək. Daha sonra deməli dilimizdə deməli var ki, bir sammitlər deməli cingiltiri sammitlər və kar sammitlər olaraq iki yerə bölünür. Cingiltiri sammitlər deməli cingiltili sammitlərin deməli yaranmasında səs telləri iştirak eləyir, ancaq kar sammitlərin yaranmasında səs telləri iştirak eləmir. Və mövcud vəziyyətə görə l-dır, m-dır, n-dır, r-dır. Bu kimi sammitlərin deməli bir də h sammiti var ki, bu kimi sammitlərin qarşılığı yoxdur. L, m, n, r sammitləri cingiltilidir və bunların kar qarşılığı yoxdur. Kar qarşılığı yoxdur. H sammiti isə kardır. Bunun nəyi yoxdur? Cingiltili qarşılığı yoxdur. Və sizə gətirib sonor samit verəcəklər. Sonor samit dilimizdə 4 dənədir. L-dır, m-dır, n-dır və r-dır. Bu samitlər sonor samitlərdir. H samitini bu cərgəyə qatmaq olmaz. H samiti çünki sonor samit deyil. Niyə görə sonor samit deyil uşaqlar? L, m, n, r samitləri daha çox saytləşməyə doğru gedən samitlər olduğu üçün onlar ona görə. Başa düşdünüz? Daha çox saytləşməyə doğru gedən samitlərdir bunlar. Ona görə də sonor samitlərdir. Bundan başqa deməli boğaz samitləri var və yaxud da dodaq samitləri var. Boğaz samitləri hansılardır? Burun samitləri deyək də, burun samitləri var. Məsələn, m və n samitləri burun samitləridir və yaxud da b və p samitləridir ki, bunlar nədir? Bunlar da deməli dodaq samitləri gedəcək və yaxud da v və f samitləridir. Bunlar da deməli dodaq samitləri kimi gedəcəklər. Daha sonra bir növ deməli, məsələn, elə ola bilər ki, bu samitləri qarşılaşdıra bilərsiniz. Daha çox bunları əzbərləmək lazımdır. Məsələn, v-nın qarşılığı nədir? F-dır. Q-nın qarşılığı nədir? K-dır. Bax, Q-nın qarşılığı K-dır uşaqlar. Bunu gətirib sizə Q-nın qarşılığını X kimi verəcəklər. Amma X samiti Q samitinin qarşılığı deyil. X samiti sadəcə Q samitinin ifadə etdiyi səslərdən biridir. Başa düşdünüz? Q-nın qarşılığı nədir? K samitidir. Bir də uşaqlar, ola bilər ki, sizə gətirib tələffüzdə məsələn, tutaq ki, belə bir şey deyək, nə kimi söz deyək? Məsələn,
komandir sözünü. Komandir. Aha, gətirib sənə gətirib sənə bu şəkildə verəcəklər. Deyəcəklər ki, sözün tələffüzü budur, yanlış ötürəcəksən. Niyə? Çünki komandir yazılacaq, komandir kimi tələffüz olunacaq və bu k səsini ifadə etməsi üçün bunun başında bir dənə ştrix olmalıdır. Başa düşdünüz? Əgər bu şəkildə sənə verməsə, yəni ki, başında bu ştrixi verməsə, o zaman deməli söz səhv olacaq. Başa düşdünüzmü? Okay. Daha sonra uşaqlar, dilimizdə ən çox fonetikada düşən və qəbulda neçə dəfə düşmüş suallardan biri olan q və k samitləridir. Q və k samitləri haqqında gələk biraz danışaq. Q və k samitləri daha sonra deyək. Q və k samiti haqqında deməli gələk biraz danışaq. Q samiti deməli mövcud vəziyyətə görə 4 dənə səsi ifadə edir. Bunlardan biri məsələn qını yazaq bura. Bunlardan biri ifadə edəcək bir qının özünü, daha sonra bir ifadə edəcək öz qarşılığı olan k-nı, daha sonra ifadə edəcək q-nı və x-nı. Uşaqlar, bax, daha çox sözün əvvəlində gələn q samitləri necə tələffüz olunacaq? Elə q-nın özü kimi. Məsələn, nə deyək? Qala sözünü deyək. Qala. Gördünüz, q ilə yazılır, elə q ilə də tələffüz olunur və yaxud da qədim sözü. Necə tələffüz olunacaq? Elə q-nin özü kimi tələffüz olunacaq. Daha sonra k hərfi kimi nə zaman ifadə olunur uşaqlar? K hərfi kimi özündən bir sözün ortasında gələn, bax, nə deyirəm? Sözün ortasında q hərfindən sonra gələn söz, q hərfindən sonra gələn hərf deməli kar olarsa, məsələn, tutaq ki, t, ə, q, s, ir, təksir yazılacaq. Necə tələffüz olunacaq? Təksir. Deməli, q hərfindən gələn sonra səs nədir? S hərfidir və bu nədir? Bu da deməli kar samitdir. Kar samit olarsa nə olacaq? Kar samit olarsa deməli q k-ya keçəcək. Və yaxud da sözün ortasında 2 dənə qoşa samitli q hərfi gələrsə, məsələn d, o, q, q, uz, 9 sözündə necə tələffüz olunacaq? 9. Birinci 9. Birinci deməli keçəcək, birinci q keçəcək k-ya, ikinci q da olduğu kimi qalacaq. Və yaxud da sözün əgər sadə sözdür. Bax nə deyirəm? Söz sadə sözdür. Q-dan sonra gələn hərf cinciltili olarsa, məsələn, tutaq ki, nə deyək? Məsələn, miqyas sözünü deyək. Miqyas. Necə tələffüz olunacaq? Bax, q-dan sonra gələn hərf sözün ortasında nədir? Y hərfidir. Bu da nədir? Cinciltilidir. Və bu zaman necə olacaq? Elə q-nın özü kimi tələffüz olunacaq. Başa düşdünüzmü? Amma bu düzəltmə sözlərdə fərq eləmir. Məsələn, tutaq ki, f, ə, r, q, l fərqli necə tələffüz olundu? Bax, düzəltmə sözdür. Özündən sonra l cinciltili samitdir. Amma necə tələffüz olunacaq? Fərqli. Başa düşdünüz? Fərqli şəkildə tələffüz olundu. Bir də gələk indi q samitinə uşaqlar. Q samitinə. Əsasən şagirdlərin çalışdığı məqamlar, bax, elə bu q samitidir. Q və x samitidir. Əsas şagirdlərin çalışdığı məqamlar bax bunlardır. Yadınızda saxlayın ki, əgər uşaqlar sözün sonu q ilə bitərsə, bax, bunu bir konspekt kimi götürün, hər hansı bir divara mı yapışdırın, yatdığınız yerə mi yapışdırın, hər dəfə deməli gedib gəlib baxarsınız, çünki çox vacib bir şeydir, testlərin də əksəriyyəti bunlardan düşür. Q samiti deməli, əgər sözün sonu q samiti ilə bitərsə, və özündən sonra, bax, söz sonu plus q ilə bitərsə, və q samitindən sonra əgər sait gələrsə, yəni q plus sait gələrsə, bu zaman bərabərdir. Nəyə çevriləcək? Sait gələrsə, bax, bu sait hərfi də ola bilər və yaxud da saitlə başlayan şəkilçi də ola bilər, saitlə başlayan söz də ola bilər. Məsələn, tutaq ki, bax, nə deyək? Deyək ki, qonaq sözü. Qonaq. Sən bunu əgər qonaq tutaq ki, nədir? Qonaq alması deyək. Alması. Necə tələffüz olunacaq? Bax, q-dan sonra sait gəlibdir. Necə tələffüz olunacaq uşaqlar? Q-dan sonra sait gəlibsə, sözün sonunda q-dan sonra sait gəlibsə, bu nəyə çevriləcək? Q-ya çevriləcək. Sən bunu tələffüzdə q-o-n-ağ alması. Və yaxud da tutaq ki, deyirəm ki, qoruq. Q-o-r-u-q-a. Bax, görürsünüz uşaqlar. Bax, qoruq yazılır. Bax,
Qdan sonra A hərfi gəldiyinə görə, A ilə başlayan şəkilçi gəldiyinə görə nəyə çevrildi? Ğıya çevrildi. Bir şey yadda saxlamaq lazımdır ki, əgər qdan sonra söz q ilə bitərsə və özündən sonra söz gələrsə uşaqlar, elə qonaq olduğu kimi yazılır. Amma görürsüz bax burada qonaq normalda qonaq sözü yazılır da və bundan sonra şəkilçi gəlibdi. Bu şəkilçi avtomatik bunu elə yazılışda da nəyə çevriləcək? Ğıya çevriləcək. Və yaxud da q, o, r, u, ğ, a və yaxud da t, o, r, p, a, q, n gördünüz? Bax, normalda q samiti bax necə yazılır? Torpaq. T, o, r, p, a, q. Əgər sən buna deməli saytla başlayan şəkilçi qoşursansa, yazılışda da ğıya çevriləcək. Başa düşdünüz? Nəyə çevriləcək? Yazılışda da ğıya çevriləcək. Tələffüzdə də ğıya çevriləcək. Torpağın elə torpağın şəkildə tələffüz olunacaq. Amma tutaq ki, deyirəm ki, t, o, r, p, a, q, tutaq ki, yox, torpaq, tutaq ki, nə? Torpaq saytla başlayan bir şəkilçi deyək də. Torpaq aldım. Necə tələffüz olunacaq? Bax, torpaq aldım. Deməli, q samiti nə zaman q səsini ifadə eləyəcək? Deməli, sözün sonu q ilə bitəcək və özündən sonra saytla başlayan söz və ya şəkilçi gələcək. Bunu bir yerdə yazın və öyrənin. Daha sonra, indi gələk uşaqlar, x samiti nə zaman ifadə olunacaq? X səsini nə zaman ifadə eləyəcək? Onun əksi olacaq. Yəni ki, q samiti sözün sonu q ilə bitibdir və özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, məsələn, tutaq ki, elə başlayaq. T, o, r, p, a, q, tutaq ki, gübrəsi deyək. Gübrəsi. Bax, qdan sonra nə gəlibdir uşaqlar? Qdan sonra c gəlibdir. Yəni nə gəlibdir? Samit gəlibdir. O zaman necə tələffüz olunacaq? X səsini ifadə edəcək. Sən bunu tələffüzdə torpaq, gübrəsi şəklində ifadə edəcəksən. Başa düşdünüz uşaqlar? Aha. Və yaxud da torpaq və yaxud da deyək q, o, r, u, lar. Necə tələffüz olunacaq? Qdan sonra şəkilçi gəlibdir. Samitlə başlayan. Necə tələffüz olunacaq? Qoruqlar şəklində. Nə eləyəcək? Tələffüz olunacaq. Daha sonra uşaqlar, bir də q samiti ilə bağlı bir şey qaldı mı? Xeyr, qalmadı. Gəlin bir də deməli konspektimizi yeniləyək. Deməli, q samiti hansı səs ifadə etdi? Bir q-nın özünü ifadə etdi. Nə zaman q-nın özünü ifadə eləyəcək? Əgər söz q ilə başlayarsa, birinci qaydamız. Söz q ilə başlayarsa, məsələn, qala. Deməli, necə tələffüz olunacaq? Elə qala kimi tələffüz olundu. Söz q ilə başlayarsa, birinci qaydamız budur. İkinci qaydamız nə idi? Q ilə olarsa, deməli, sözün ortasında q hərfindən sonra cingiltili samit gələrsə, bax, sadə sözün ortasında deməli, qdan sonra deməli cingiltili samit plus cingiltili samit. Məsələn deyə bilərik, bayaq demişdik, məsələn miqyas. Necə tələffüz olunacaq? Elə miqyas kimi. Miqyas kimi nə eləyəcək? Tələffüz olunacaq. Daha sonra q səsi deməli q səsini nə zaman ifadə eləyirdi? Q səsini nə zaman ifadə eləyirdi? Q səsini nə zaman ifadə eləyirdi? Q səsi deməli, sadə sözdə qdan sonra deməli nə gələrsə, kar samit gələrsə, məsələn, tutaq ki, bayaq bir söz demişdik. Nədir? Məsələn, nöqsan sözü. Q-s-an. Qdan sonra nə gəlibdir uşaqlar? S gəlibdir, yəni kar samit gəlibdir. Bərabər necə tələffüz olunacaq? Nöqsan şəklində tələffüz olunacaq. Bu tələffüz doğrudurmu? Xeyr. Niyə? Çünki x-nın təpəsində bir dənə ştrix olmalıdır. Və yaxud da bir dənə söz deyək. Təqsir sözü, məsələn, tutaq ki, təqsir yazılacaq. Necə tələffüz olunacaq?
sir şəklində tələffüz olundu. Gördünüz, qdan sonra nə gəldi? S hərfi gəldi və bu zaman deməli qıya keçəcək. Bir də deməli nə zaman ifadə olunurdu? İkinci, sözün ortasında qoşa samitli q hərfi gələrsə. Məsələn, tutaq ki, d, o, q, q, uz 9 sözündə necə tələffüz olunacaq? Quz şəklində tələffüz olunacaq. Başa düşdünüz? Birinci qıya keçəcək. Amma uşaqlar, yəni bunu hər zaman sözün ortasında q gələndə gedib bunun qaçarağına tezbazar k hərfi kimi işarə eləməyin. Bax, bu ən çox sadə sözlərdədir. Amma mürəkkəb sözlər var ki, uşaqlar, mürəkkəb sözlərdə, məsələn, tutaq ki, nə deyək? Ayaqqabı. Ayaqqabı sözündə uşaqlar, ayaqqabı sözündə. Bax görürsən, mürəkkəb sözdür bu söz. Sən bunu ya əqqab kimi, ya da ayaqqabı kimi tələffüz eləməyəcəksən. Ayaqqabı kimi tələffüz eləməyəcəksən. Bax bu mürəkkəb sözlərdə biz demişdik, q samiti sözün sonu q samiti ilə bitərsə və özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, o zaman x kimi tələffüz olunur. Bax o qaydadır. Bax qabı şəklində tələffüz olunacaq. Başa düşdünüz? Ayaqqabı şəklində. Və yaxud da buna uyğun bir dənə də söz var. Nədir? Deməli, bax bu sözləri yazın. Yazın tez-tez düşən sözlərdir. Testlərimizdə də tez-tez salmışıq bu sözləri. Və yaxud da balıq, qulağı. Ağıl abituriyent nə edir? Baxır ki, balıq sözü bir sözdür, qulağı sözü bir sözdür. Nədir? Balıq qulağı, deməli bu söz mürəkkəb sözdür. O zaman qoşa q gələndə nə olacaq? Elə öz qarşılığına, qarşılıq eləmək, elə x samitinə deməli nə edəcək? Keçəcək. Balıq qulağı şəklində. Başa düşdünüz? Okey. Daha sonra q samiti deməli bir də demişdik ki, deməli məqamlardan biri, deməli ən vacib məqamlardan biri x və q samitini nə zaman ifadə eləyir? Əgər sözün sonu q ilə bitərsə və özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə. Məsələn, bayaq demişdik də, torpağa necə tələffüz olundu? Elə q samiti q-ya keçdi. Bu şəkilçi qoşulanda avtomatik sözü də təsir eləyir. Yəni ki, sözün yazılışına təsir eləyir. Torpağa şəklində elə yazırsan da torpağa yazmırsan ki, yox, torpağa yazırsan da. Amma deməli q samitindən sonra saitlə başlayan söz gələrsə, məsələn, tutaq ki, torpaq aldım şəklində yazırsan, q şəklində yazırsan, tələffüzü necə olacaq? Q şəklində olacaq. Və yaxud da açıq, aşkar. Necə tələffüz olunacaq? Açıq, aşkar. Aşkar şəklində tələffüz olunacaq. Bu söz bu il qəbula düşmüş söz idi. 11-ci sinifdə 3-cü qrupların 11-ci sinifdə düşmüşdü bu il qəbula. Daha sonra uşaqlar, gələk nəyə? Q hərfinə. Q hərfi də nədir? Q hərfi də q hərfindən fərqli olaraq bu dəfə 5 səs ifadə edir. Bir Q özünü ifadə eləyəcək, bir ifadə eləyəcək bir özünü, daha sonra ifadə eləyəcək Q-nı ifadə eləyəcək, daha sonra bir ifadə eləyəcək qarşılığını, yəni G-nı, daha sonra ifadə eləyəcək İhi, ondan sonra bir də ifadə eləyəcək nəyi? Y səsini ifadə eləyəcək. Başa düşdünüz? Gələk indi baxaq görək hansı hallarda nəyi ifadə eləyəcək. Daha sonra başlayaq uşaqlar. Deməli, Q hərfi daha çox deməli milli mənşəli sözlərimizdə necə ifadə olunacaq? Elə Q-nın özünü ifadə eləyəcək. Məsələn, kələm sözü. Kələm yazacaqsan, elə necə olacaq? Kələm. Və yaxud da tutaq ki, kamran sözü. Kamran. Deməli, necə ifadə olunacaq? Elə ki kimi ifadə olunacaq. Q hərfi K-nı ifadə eləyə bilər. Məsələn, sözün bu K-nı sözün əvvəlində də ifadə eləyə bilər, sözün ortasında da ifadə eləyə bilər, sözün axırında da ifadə eləyə bilər. Məsələn, sözün əvvəlində ifadə eləyəndə, məsələn, kombayn. Kombayn yazılacaq. Necə tələffüz olunacaq? Kombayn. Doğrudurmu? Xeyr. Niyə? Çünki təpəsində bunun ştrixini qoymamışıq. Deməli, və yaxud da sözün ortasında ifadə eləyə bilər və yaxud da sözün sonunda da ifadə eləyə bilərdimi? Sözün sonunda da ifadə eləyə bilər. Məsələn, tank sözü. Tank sözü necə ifadə olunacaq? T-A-N-K. Və yaxud da bank sözü. Bank.
Necə ifadə olundu? Bank kimi ifadə olundu. Başa düşdünüzmü uşaqlar? Daha sonra C-ni nə zaman ifadə edə bilər? Sözün ortasında uşaqlar qoşa ki gələrsə. Məsələn, tutaq ki, s, ə, k, k, iz, 8 yazılacaq. Necə tələffüz olunacaq? Səkkiz şəklində ifadə olunacaq. Başa düşdünüz? 8 şəklində. Deməli, qoşa kılı sözlərin tələffüzündə necə ifadə olunacaq? Qoşa 1, 2, 1 isə 2 kimi. Bax, bax, q samitində belə bir qayda var ki, q samitində, məsələn, tutaq ki, dog, quz sözündə, bax, necə tələffüz olunacaq? Dog, quz şəklində tələffüz olunacaq. Gördük, birinci keçdi. Birinci q samiti kar samiti oldu. Amma burada da ikinci ki samiti nə elədi? Ki kimi, yəni cingiltili samit oldu. Yəni uşaqlar, burada da əsas məsələlərdən biri olan uşaqlar ih və y səslərinə. Qoşa ih və y səslərinə deməli gəlir. Uşaqlar, baxın, belə bir şey var ki, əgər eyni ilə, bax, deyin görək, q səsi, q hərfi nə zaman x səsini ifadə edirdi? Nə zaman ifadə edirdi uşaqlar? Hələ bir deyin görək hələ. Q hərfi deməli özündən sonra sözün sonu q ilə bitərsə və özündən sonra samitlə başlayan söz və ya hərf gələrsə. Eyni ilə bax bu da belədir. Əgər k hərfi sözün sonu k hərfi ilə bitərsə, və plus samitlə başlayan söz və ya şəkilçi gələrsə. Məsələn, tutaq ki, çörək bişirdim. Necə tələffüz olunacaq? Çörək bişirdim. Başa düşdünüz uşaqlar? Gördünüz? Çörək bişirdim. Niyə? Çünki iki hərfindən sonra samitlə başlayan söz və ya şəkilçi gəlibdir. Və yaxud da çörəkçi sözünə baxaq. Çörəkçi. Necə tələffüz olunacaq? Bir özünüz deyin gör hələ. Bu söz deməli çörəkçi şəklində tələffüz olunacaq. Bunu bəzən ola bilər ki, bax bu x-nın təpəsindəki iştirixi verməzlər, onda da səhv olacaq. Başa düşdünüz uşaqlar? Ona görə fonetika mövzusu çox belə necə deyirlər? Nətər deyim uşaqlar? Çox belə diqqət tələb edən bir şeydir. Başa düşdünüz? Daha sonra uşaqlar, bir də nə zaman y hərfi y səsi kimi ifadə edə bilər? Elə bunun əksi. Sözün sonu ki ilə bitərsə, plus özündən sonra saitlə başlayan söz və ya şəkilçi. Elə belə yadda saxlayın ki, özündən sonra saitlə başlayan söz olmalıdır və yaxud da şəkilçi olmalıdır. Sait gəlməlidir. Başa düşdünüz? Məsələn, tutaq ki, çörək otu. Necə tələffüz olunacaq? Çörək, bax, çörək otu deyəcəksən. Niyə? Çünki 2-dan sonra sait gəlibdir, o zaman y olacaq. Və yaxud da deyirəm ki, çörək aldım. Necə tələffüz olunacaq? Çörək aldım. Və yaxud da ürək aldım. Necə tələffüz olunacaq? Ürək aldım şəklində tələffüz olunacaq. Başa düşdünüz? Çünki özündən sonra, ki samitindən sonra gələn söz a ilə başlayıbdır. Bu da sait olduğu üçün deməli y hərfinə, y səsinə daha doğrusu keçəcək. Başa düşdünüzmü? Okay. Uşaqlar, bir də ola bilər ki, bəzən söz keçməsin. Sözün sonu ki ilə bitsin, amma keçməsin. Bunlar hansılardır? Bax, bunları yazın, testdə də en qədər düşür da. Bax, 1 şərik sözü. Şərik. 2 daha sonra əmlak. Əmlak sözü. 3 istehlak. İstehlak sözüdür. 4 daha sonra nə var? Malik sözü. Malikdir. 5 texnikdir. İndi bunlar, bax, malik sözü elə malik kimi tələffüz olunacaq. İstehlak kimi və yaxud da mexanik şəklində. Mexanik. M-E-X-A-N-İ-K. Mexanik. Bu söz deməli texnik və mexanik sözlərində mexanik tutum yazdım bura. T-E-X-N-İ-K şəklində. K kimi tələffüz olunacaq. Və yaxud da M-E-X-A-N-İ-K kimi tələffüz olunacaq. Başa düşdünüz? Sən buna tutaq ki, mexanik sözündən tutaq ki, mexanik gəldi deməyəcəksən. Başa düşdün? İş kimi tələffüz eləməyəcəksən bunu. Bax, bu sözləri yadda saxlayın. Tez düşən sözlərdir. Şərik sözündə uşaqlar, alınma söz olduğu üçün əmlakdır, şərikdir, istehlakdır. Bu kimi sözlərdə alınma söz olduğu üçün, baxın, yazılış və deyilişində heç bir halda fərq olmayacaq. Məsələn, tutaq ki, deyirəm ki, şərik oldum. Necə tələffüz olunacaq? Şərik oldum deməyəcəksən. Elə şərik kimi.
Rik. Başa düşdünüz? Aha, elə şərik kimi də tələffüz olunacaq. Başa düşdün? Və yaxud da tutaq ki, əmlak aldım. Əmlak aldım deməyəcəksən. Başa düşdün? Və yaxud da əmlakçı sözündə əmlakçı deməyəcəksən. Əmlakçı deməyəcəksən. Başa düşdün? Elə əmlak kimi də tələffüz olunacaq. Əmlak aldım. Elə tələffüzü də budur, yazılışı da bu olacaq. İstehlak sözündə. Başa düşdünüz? Heç bir halda nə i-yə keçməyəcək, nə də i-ya keçməyəcək. Başa düşdünüzmü? Bax bu sözləri yazın bir yerə. Qoyun çünki tez-tez düşən sözlərdir. Daha sonra uşaqlar, bir də nələr var? Bir də var ki, təkəcalı sözlərdə, təkəcalı milli mənşəli sözlərdə. Bu türk sözüdür, türkdür. Daha sonra təkdir, daha sonra yekdir, daha sonra kürkdür, kürk, daha sonra əkdir, daha sonra yükdür, yükdür. Bu kimi sözlərdə uşaqlar, bu kimi sözlərdə də fərq olmayacaq. Başa düşdünüz? Məsələn, tutaq ki, elə türk sözü necədir? T-ü-r-k. Türk, tutaq ki, çü, türkçü. Elə türkçü kimi, türkçü deməyəcəksən. Və yaxud da bunu ən çox sənə gətiriblər, yük sözündən çaşdıracaqlar. Məsələn, y-ük-lü sözündə sənə gətirib testdə belə bir söz verəcəklər. Y-ük-lü şəklində. Bax, bu yeni qaydaya əsas, köhnə qaydada var idi. Amma yeni qaydaya əsasən nədir? Yoxdur. Bunu yaddan çıxardıq. Təkdir, türkdür, yekdir, nə bilim, əkdir, təkəcalı sözlərdə bu kimi sözlərdə nə olacaq? Bu kimi sözlərdə deməli ki hərfi nə i-yə çevrilməyəcək, nə ki-yə çevrilməyəcək, heç bir sözə keçməyəcək. Yəni ki, bir dənə nə ilə ki hərfi kimi ifadə olunacaq. Məsələn, yüklü söz necə tələffüz olunacaq? Y-ük-lü şəklində tələffüz olunacaq. Başa düşdünüz? Elə yüklü şəklində tələffüz olundu. Düzdür. Biraz necə deyirlər, qanuna uyğunsuzluq var uşaqlar, amma o qədər bezdiricidir, inan Allaha. Yəni ağa deyirsə, amma sür dəriyə, deməli sürmək lazımdır dəriyə. Başa düşdünüzmü? Aha. Daha sonra nəyimiz qaldı uşaqlar? Bir də uşaqlar bax şeydə daha çox alınma sözün sonu, daha çox deməli söz q ilə bitib. Amma sözün sonu daha çox ğıya və yaxud da xıya keçməyən olan sözlərimiz var. Məsələn, üfüq sözündə üfüq sözü necə tələffüz olunacaq? Bax görürsən, üfüq q ilə bitibdir sözün sonu, alınma söz olduğu üçün ü-f-ü-k bu şəkildə olacaq. Və yaxud da sadiq sözü. S-A-D-İ-q necə tələffüz olunacaq? Sadiq şəklində tələffüz olunacaq. Sadiq. K-nı yazaq, k-nı yazmağa çalışırıq. Sadiq şəklində nə edəcək? Tələffüz olunacaq. Başa düşdünüzmü? Əsas məsələlər bunlar idi uşaqlar. İndi gələk nəyə? İndi gələk elə bunun ardınca b, d, c samitlərinə. B, d, c və c samitlərinə gələk. Bir dəqiqə üzr istəyirəm. BDC samitlərinə gələk uşaqlar. BDC samitləri necədir? BDC samitləri də uşaqlar, bax, əgər sözün sonu b ilə bitərsə, məsələn, corab, corab və yaxud da d ilə bitərsə, c ilə bitərsə, c ilə bitərsə, corab sözündə tutaq ki, özündən sonra saytla başlayan söz və ya şəkildə gələrsə, məsələn, tutaq ki, aldım. Elə olduğu kimi də bu qarşı tərəf olduğu kimi də qalacaq. Yəni ki, öz qarşılığına keçməyəcək. Məsələn, corab aldım. Aldım. Aha, gördünüz uşaqlar. Corab aldım, elə corab şəklində. Amma bu samitindən sonra samitlə başlayan söz və ya şəkildə gələrsə, məsələn, corab, tutaq ki, c, corabçı. Necə tələffüz olunacaq? Corab c şəklində tələffüz olacaq. Başa düşdünüz? Aha, normalda bax məsələn b samitindən sonra məsələn sözün sonu b ilə bitibsə, məsələn corab necə tələffüz olunacaq? Elə öz qarşılığı kimi. Corab. Sən buna da deməyəsən, corab, nə bilim, ay mama corab gətirirəm, nə ay mama coraba bax, nə bilim, nə qayır, coraba bu kimi şeylərlə yaddan çıxardırsan. Əgər b, d, c samitlərindən sonra deməli samitlə başlayan söz və ya şəkildə gələrsə öz qarşılığına keçəcək. Əgər saitlə başlayan söz və ya şəkildə gələrsə, deməli nəyə çevriləcək? Cingiltili qarşı olduğu kimi qalacaq. Başa düşdünüz? Çünki elə bu samitlərin özləri cingiltili samitlərdir. Və yaxud da tutaq ki qılınc düzəltmək. D-ü-z-əl
T-M-Ə-K. Aha, qılınc düzəltmək. Deməli, bu söz necə tələffüz olunacaq? C-nin qarşılığı nə idi uşaqlar? Bax, C-dan sonra nə gəlibdir? Samitlə başlayan söz və ya şəkil gəlibdir. Onda C nəyə çevriləcək? Elə onda deməli qarşılığı olan C qarşılığı nə idi? Ç idi. Məsələn, qılınc düzəltmək. Amma tutaq ki, qılınc, qılınc almaq. Aha, bu zaman nə olacaq? Ha, qılınc almaq sözündə bu C-dir. Qılınc almaq sözündə nə olacaq? Birinci tərəfi nə olacaq? Deməli, olduğu kimi qalacaq. Niyə? Çünki C-dan sonra saitlə başlayan söz gəlibdir. Və yaxud da tutaq ki, qılınca baxmaq. Necə tələffüz olunacaq? Elə tutaq ki, qılınca baxmaq. Baxmaq. Aha, qılınca baxmaq sözündə bəzən gətirib sizə bax belə şeylərlə çaşdıra bilərlər bax. Aha. Qılınca baxmaq sözündə tutaq ki, şagirdin ağlı gedir baxmaq sözünə. Amma bu söz necə tələffüz olunacaq? Elə qılınca baxmaq kimi. Qılınca baxmaq kimi tələffüz olunacaq. Niyə? Çünki bax C-dan sonra nə gəlibdir? Sait gəlibdir. Başa düşdünüz uşaqlar? Aha, qılınca baxmaq şəklində nə ediləcək? Tələffüz olunacaq. Və yaxud da tutaq ki, sənə bu şəkildə verəcək qılınc almaq sözündə tutaq ki, deyəcək ki, birinci tərəfin, yəni aslı tərəfin tutaq ki, fonetik təhlil ilə bağlı səhvləri tapın. Və gətirib elə tutaq ki, B variantı da verəcək. Tutaq ki, Ç kar samitdir, cingiltili qarşılığı C-dir. Sən də gedib bunu götürəcəksən. Amma səhv eləyəcəksən. Niyə? Çünki fonetik təhlildə qılınc almaq sözündə bunun birinci tərəfi necə tələffüz olunacaq? Özündən sonra sait gəldiyi üçün C kimi tələffüz olunacaq. Və sənə də gətirib burada C samitini verəcək. O da deməli yanlışdır. Niyə? Çünki qılınc almaq sözündə elə C samiti var, amma C samiti yoxdur. C samiti olmadığına görə də sən bunu səhv götürəcəksən. Başa düşdünüzmü uşaqlar? Aha. Və yaxud da tutaq ki, C samiti ilə bağlı bir şeydir. Məsələn, pələng sözü. P-Ə-L-Ə-N-C. Pələng tutaq ki, gəlir. Necə tələffüz olunacaq? K-nin qarşılığı nədir? K-dir. K-nin qarşılığı K. K-dir da. O zaman nə olacaq? P-Ə-L-Ə-N-K. Pələng gəlir. Və yaxud da pələngə P-Ə-L-Ə-N-K. Pələngə bax. Tutaq ki, aslı tərəfin desək, tutaq ki, sənə desək ki, aslı tərəfin tələffüzü ilə bağlı doğru fikri seçin. Necə tələffüz olunacaq? P-Ə-L-Ə-N-K. Niyə? Çünki G-dan sonra nə gəlibdir? Elə sait olduğu üçün olduğu kimi qalacaq. Başa düşdünüzmü? Ümidvaram bunu da başa düşdünüz. Uşaqlar, amma burada da biraz fərqli məqam var. Yəni təkizalı sözlərdə uşaqlar yadınızda saxlayın ki, təkizalı sözlərdə bəzən olur ki, elə yazıcı və deyiliş arasında fərq olmur. Məsələn, tutaq ki, bax bunlarda gerb sözüdür. G-E-R-B. Bax, gerb sözü görürsən, təkizalı sözdür. Necə tələffüz olunacaq? Elə gerb kimi. G-E-R-B. Təkizalı sözlərdə gerb kimi olacaq. Və yaxud da H-E-R-B. Hərf sözündə necə tələffüz olunacaq? Elə H-E-R-B kimi tələffüz olunacaq. Başa düşdünüz? Və yaxud da, bax, güc sözündə. Güc sözündə. Uşaqlar, bax, təkizalı sözlərdə, bax, yadınızda saxlayın ki, bu bir dəqiqə qaydanı deyim mən sizə. Sonu C ilə bitən sözlərdə, yazın bir yerə öyrənin. Sonu C ilə bitən sözlərdə, əgər təkizalı sözdürsə, hecalı sözdürsə və yaxud təkizalı söz deməyək də, yaxşı, onu silin, belə bir şey yazın. Da üzrü sayın. Aha, əgər sait, sonu C ilə bitən sözlərdə, əgər sait, plus samit gələrsə, məsələn, ad sözü. O zaman necə tələffüz olunacaq da sən buna aj kimi deməyəcəksən, elə ad kimi deyəcəksən. Başa düşdün? Ad sözü elə ad kimi tələffüz olunacaq. Və yaxud da samit plus sait plus samit. Bax, bu qaydanı yadda saxlayın. Bu kimi sözlərdə, məsələn, tutaq ki, saç. Bu qayda C hərfinə aiddir, ha. Deməli, samit plus sait plus samit. Məsələn, saç sözü. Saç. Üstündəki lavaşla filan pişiririk və yaxud da saç kebabı deyirsən. Sən artıq buna saç deməyəcəksən. S-A-C. Və yaxud da sən buna gedib saç deməyəcəksən. Başa düşdün? Bu yanlış bir şeydir. Və yaxud da güc sözü. O zaman güc sözü necə tələffüz olunacaq? Bax, samit, sait, samit qaydasına uyğun gəlirsə, o zaman necə tələffüz olunacaq? Güclü şəkildə. Və
güc kimi tələffüz olunacaq. Və yaxud da elə c, ü, c, l, ü. Necə tələffüz olunacaq? Güc, dü şəklində tələffüz olunacaq. Güc, dü şəklində. Nə edəcək? Tələffüz olunacaq. Görürsünüz, c samiti olduğu kimi qalır. Deməli, söz tək hecalıdırsa, əgər sözün kökü əgər söz sadədirsə və tək hecalıdırsa, o zaman sözün sonu c ilə bitərsə, sait plus samit olarsa, məsələn, ad sözü. Necə olacaq? Elə ad kimi də tələffüz olunacaq. Və yaxud da samit plus sait plus samit olarsa. Yəni, tək hecalı sözlərdə sözün sonu c ilə bitərsə, sən bunu nə eləyəcəksən? Elə c kimi tələffüz eləyəcəksən. Əgər sözün ortasında c hərfi gəlibsə, o zaman j kimi tələffüz oluna bilər. Məsələn, vicdan sözü necə tələffüz olunacaq? Vicdan. Gördünüz uşaqlar, sözün ortasında gəlibdir. Necə tələffüz olunacaq? Vicdan şəklində. Və yaxud da əcdat sözü. Necə tələffüz olunacaq? Əcdat şəklində. Nə edəcək? Tələffüz olunacaq. Bundan başqa, tək hecalı sözlərdə sözün sonu b ilə bitərsə, və yaxud deyirik də, gerbdir, g-r-b-dir, hərbdir, və yaxud da qabdır, və yaxud da elə sözün sonu d ilə bitən də deyək, şaddır və yaxud da daddır. Bu kimi sözlərdə gicdir və yaxud da gücdür. Bir özünüz tapın görək. Bunlar necə tələffüz olunacaq? Tapın görək elə. Deməli, tək hecalı sözdür. O zaman nə eləyəcək? Gerb kimi. G-r-b. Bu şəkildə tələffüz olunacaq. Başa düşdünüz? Hərb kimi tələffüz olunacaq. Qab sözü. Ay mama, qab ver deməyəsən. Qab ver deyəsən. Qab. İstəyir özündən sonra sait gəlsin, samit gəlsin. Nə gəlir gəlsin. Başa düşdünüz? Şad sözü. Özün şad deməyəcəksən. Şad deyəcəksən. Dad deməyəcəksən. Dad deməyəcəksən. Dad deyəcəksən. Güc deməyəcəksən. Güc deyəcəksən. Başa düşdünüz? Cib. C-i-b. Necə tələffüz olunacaq? Elə cib mi deyəcəksən? Yox. Gördünüz? Bax. Tək hecalı sözdür. Sonu b ilə bitibsə cib deyəcəksən. Başa düşdünüz uşaqlar? Bir də uşaqlar, bu sözlərin yazılışını, tələffüzünü yadınızda saxlayın. Bax, bu sözlərin. T, ə, s, s, ü, b. Necə tələffüz olunacaq? Tə. Saitləri demişdik. Necə olurdu? Saitin biri düşürdü, biri uzun tələffüz olunurdu. S, s, ü, b kimi. Təəssüb deməyəcəksən. Bax, bu iki söz istisnadır. Bir də t, ə, l, əb, kar. Bax, bu söz testdə var. T-ə-ləb kar olacaq. Bu olduğu kimi qalacaq. Yadınıza saxlayın ki, uşaqlar, bax, belə bir şey qaydada yadınıza saxlayın ki, k, kar və keş şəkilçilərində heç zaman fərq olmur. Başa düşdünüz? Və yaxud da sənə gətirib s-ə-nət kar sözünü verəcəklər. Sən bunu necə tələffüz edəcəksən? Kar şəkilçisində fərq olmur. Sənətkar deməyəcəksən. Elə s-ə-nət kar şəklində nə edəcəksən? Tələffüz edəcəksən. Və yaxud da keşməkeş sözündə necə tələffüz olunacaq? Keşməkeş deyirəm, o sadə sözdür, o şeydir. Keşməkeş deməyək. Zəhmətkeş sözündə. Zəhmətkeş deməyəcəksən. Zəhmətkeş deyəcəksən. Başa düşdün? Keşməkeş sözü bu arada şeydir. Sadə deyəsən. Səhv eləmirəmsə sadə sözdür. Daha sonra. Uşaqlar, bir də bu qayda var ki, s-t-dır, x-t-dır, f-t-dır, ş-t-dır. Bu kimi hərf birləşmələrində, əgər, məsələn, tutaq ki, neft deyək. N-e-f-t. Bax, görürsən, f-t hərf birləşməsi var. Bu hərf birləşmələrində əgər özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə. Məsələn, tutaq ki, neftçi. Necə tələffüz olunacaq uşaqlar? N-e-f-ç-i. T hərfi düşəcək. Əgər özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə. Amma özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə, məsələn, tutaq ki, nə deyək? N-e-f-t-ə. Necə tələffüz olunacaq? Bu t özündən sonra saitlə başlayan söz və ya şəkilçi gəldiyinə görə bu zaman nəyə çevriləcək? Öz qarşılığına. N-e-f-d-ə. Deməli, f-tıdır, x-tıdır, ş-tıdır, s-tıdır. Bu kimi hərf birləşmələrində özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, t hərfi düşəcək.
tələffüzdə T hərfi düşəcək. Amma özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə, o zaman nə eləyəcək? Həmin T düşməyəcək, ancaq öz qarşılığı olan D-ya keçəcək. Və yaxud da başqa bir söz deyək. F ilə başlayan, F ilə qutaran bir söz. Məsələn, tutaq ki, nə deyə bilərik? F ilə başlayan, qutaran bir söz. Elə bir söz fikirləşin görək hələ. Ağlıma gəlmədi. Məsələn, X, O, Ş, B, Ə, X, T. Xoşbəxt. Tutaq ki, olmaq. Aha. Moşu göyəzənində kimi gedib bunu xoşbaxtlıq şəklində tələffüz olunmayacaq. Bax, xoşbəxt. X var da, necə tələffüz olunur? Xoş, B, Ə, X, xoşbəxt. Əgər, bax görürsən, T-dan sonra nə gəlibdir? Olmaq, sait gəlibdir da. O zaman xoşbəxt, olmaq, olmaq şəklindədir. Nə eləyəcək? Tələffüz olunacaq. Xoşbəxt, olmaq. Amma xoş, X, O, Ş, B, Ə, X, T, L, I, ki. O zaman necə olacaq? O zaman xoşbəxtlik şəklində olacaq. Başa düşdünüz? Xoşbəxtlik şəklində. Okey? Daha sonra nəyimiz qaldı? Sonlara yaxınlaşırıq. Görək nəyimiz qaldı? Daha sonra. Uşaqlar, ümumiyyətlə, samitlər iki yerə bölünür. Qoşa samitli sözlər iki yerə bölünür. Bir, eyni cinsli qoşa samitli sözlər, eyni ilə eyni cinsli qoşa saitli sözlər olduğu kimi, eyni cinsli qoşa samitli sözlər, bir də müxtəlif cinsli qoşa samitli sözlər. Aha, eyni cinsli qoşa samitli sözlərdə uşaqlar, məsələn, nədir? Qoşa qıdır, qoşa çıdır, daha sonra qoşa tıdır, qoşa pıdır, qoşa yıdır. Bu kimi sözlər var. Məsələn, qoşa qılarda necə tələffüz olunurdu? Bayaq demişdik da. Birinci, məsələn, D, O, Q, Q, Uz necə tələffüz olunacaq? Dok, K-dır. Dok, Quz şəklində tələffüz olunacaq. Başa düşdünüz? Aha, birinci deməli Q-ya keçir, ikincisi isə olduğu kimi qalır. Aha, bəzi hallarda da mürəkkəb sözlərdə necə olurdu? Məsələn, tutaq ki, balıq qulağı sözündə. Necə tələffüz olunurdu? Balıq qulağı demirsən ki, balıq qulağı şəklində tələffüz olunurdu. Qoşa kilarda da birinci ki olduğu kimi qalırdı, ikinci nəyə keçirilirdi? G-yə keçirilirdi. Məsələn, tutaq ki, S, Ə, K, İ, Z, 8 yazılır. Necə tələffüz olunur? Sək giz şəklində nə elədi? Tələffüz olundu. Qoşa t-larda uşaqlar, məsələn, tutaq ki, nə deyək? Qoşa t ilə bağlı olan söz, məsələn, hətta sözü. H, Ə, T, T, A. Necə tələffüz olunacaq? Hətta. Başa düşdünüz? Hətta şəklində tələffüz olunacaq. Və yaxud da əlbəttə sözündə. Əl, B, Ə, T, T, Ə. Əlbəttə sözü necə tələffüz olunacaq? Əlbət də şəklində, tələffüzdə əlbət də şəklində olacaq. Başa düşdünüz? Və yaxud da qoşa p-larda birinci deməli p olduğu kimi qalır, ikinci isə nəyə çevriləcək? İkincisi isə b-ya çevriləcək. Məsələn, tutaq ki, t, a, p, p, ıl, t. Tappıltı sözü necə tələffüz olunur? Tap, bıl, t şəklində tələffüz olunur. Tappıltı. Və yaxud da cubbultu sözündə. Cubbultu şəklində. Aha, qoşa y-larda. Uşaqlar, bu qoşa y-da amma biraz fərqli olan məqam var. Fərqli olan məqam var. Aha, o fərqli olan məqam nədir? Qoşa y-larda bəzən olur ki, sözdəki qoşa y-dan biri düşür, bəzən də olur ki, elə qoşa y olduğu kimi qalır. Aha, bunu tapmağın ən asan yolu nədir? Bax, mövcud vəziyyətə görə sən iyat və iyyət şəkilçisini harda görürsənsə, iyat və iyyəti harda görürsənsə, iyat və iyyəti. Bax, çalışın uşaqlar, bu iyyatın üstünə gətirib sənə, onu da deyim, iyyat şəkilçisinin üstünə gətirib sənə iki variantlı şəkilçi verir. Bu yanlış bir fikirdir. İyyat və iyyət ayrı-ayrı şəkilçilərdir. Ərəb dilində olan şəkilçidir. İyyat şəkilçisi mövcud vəziyyətə görə cəm şəkilçisidir. Cəmlik bildirir, elə bizdəki lar şəkilçisi kimi. İyyət şəkilçisi isə bir növ lıq bildirir. Məsələn, tutaq ki, aid, İyyət, aid iyyət. Aha, aid iyyət sözündə aid iyyət yazılmır, iyyət yazılır. Yəni bir növ aidlik mənasını ifadə edir. Amma tutaq ki, ədəbiyyat,
Yat. Sözün necə? Bax görürsən atla yazılır. Niyə? Çünki ədəblər toplusu mənasını, ədəblər mənasını ifadə edir. Başa düşdünüzmü? Aha, uşaqlar, əgər iyyət və iyyəti harda görürsənsə, yəni sözdə bir dənə niyyət sözü istisna. Niyyət istisna uşaqlar. Niyyət istisna olaraq, bax niyyətdən başqa, görürsən burada iyyatı görürsənsə. Elə iyyatı görürsən. Niyyətdən başqa. Sən iyyatı və iyyəti harda görürsənsə, o zaman y-nın biri nə edəcək? Düşəcək. Başa düşdün? Yəni bu qayda belədir. Bunu yazın. Niyyətdən başqa, niyyət sözü istisna olmaqla iyyəti harda görürsənsə, o zaman nə edəcək? Y-nın biri düşəcək. Başa düşdünüz? Okay. Bir də belə yadda saxlayın ki, İyyə var. Aha, iyyədə necədir? İyyədə də elə eyni. İyyədə əgər, bax yadınıza saxlayın ki, əgər söz düzəltmədirsə, bu zaman iyyədəki y-nın biri düşəcək. Məsələn, f, ə, x, r, y, y, ə. Fəxriyyə sözündə. İndi necə olacaq uşaqlar? Deyin görək elə. Fəxr sözün kökü iyyə nədir? Leksik şəkilçi olduğuna görə, deməli, f, ə, x, r, y şəklində olacaq. Başa düşdünüz? Y-nın biri düşəcək. Və yaxud da mətiyyə, mət sözündən götürülübdür. İndi ədəbiyyatların 3-cü qrupları yaxşı bilər də. Mətiyyə nədir? Mətiyyə deməli Allahın tərifidir. Başa düşdünüz? Aha, mətiyyə sözündə indi. Onda nə olacaq? Mətiyyə sözündə mət sözündən götürüldüyü üçün bu zaman nə olacaq? Bu zaman deməli y-nın biri düşəcək. Amma tutaq ki, bax, deyək ki, nə deyək? Səyyah sözü. Səyyah. Amma sadə sözlərdə, uşaqlar, əksər sadə sözlərdə y-nın biri düşmür. Bax, məsələn, səyyah sözü necə tələffüz olunur? S, ə, y, a, h. Sadə sözlərdə nə olacaq? Düşməyəcək. Başa düşdünüz uşaqlar? Aha, və yaxud da niyyət sözü. N-i-y-y-ət. Niyyət sözü, bax, niyə görə y-nın biri düşmür? Bayaq demək, niyyət sözü istisna. Çünki sadədir. Heç bu sadə sözünün, bax, bu niyyət sözündə heç bu sadəliyi yaddan çıxardın. İyyəti harada görürsünüzsə, y-nın biri düşəcək. Bir dənə niyyət istisna olmaqla. Və yaxud da hədiyyə sözü. H-ə-d-i-y-y-ə. Hədiyyə. Necə tələffüz olunacaq? Elə görürsən hədiyyə sözü hədiyyə şəklində tələffüz olunacaq. Və yaxud da amma sadə söz var ki, uşaqlar, sadə sözlər var ki, onlarda y-nın ikisi də qalır. Bu hansılardır? Bax, bir səviyyə sözüdür. Səciyyə sözüdür. Səviyyədir, səciyyədir, səhiyyədir. Mən bunu həmişə belə yadda saxlayıram ki, insanın birincisi olan nədir? İnsanın birincisi olan səviyyəsidir. Səviyyə sözü eyni ilə 2 dənə y ilə yazılmalıdır. Daha sonra səhiyyə sözü, yəni bir növ sağlamlıqla bağlı olaraq onu demişəm ki, yəni insanın həmişə sağlamlığı full depo olmalıdır, yəni 2 y ilə yazılmalıdır, yəni düşməyəcək. Bir də səciyyə sözündə nə olmalıdır? Səciyyə sözündə də deməli 2 dənə y ilə yazılmalıdır. Başa düşdünüz? Okay. Bundan başqa uşaqlar nələr qaldı? Daha sonra qoşa v var. Qoşa l var, daha sonra qoşa m var, qoşa n var, daha sonra qoşa ş var, qoşa f var. Məsələn, tutaq ki, xiffət sözü. X-i-f-f-ət. Xiffət sözü elə olduğu kimi qalır. Xif-fət şəklində. Daha sonra və yaxud da şəffaf sözü. Ş-ə-f-f-a-f. Şəffaf sözü elə olduğu kimi qalır. Başa düşdünüz? Şəffaf şəklində demirsən. Şəffaf şəklində deyirsən. Yəni bunlarda qoşa v-lardır, qoşa l-lardır, m-larda indi bəzən hallarda düşür, amma bəzi hallarda düşmür. Məsələn, qrammatikada sözündə 2 dənə m ilə yazılır. Q-r-a-m A-T-I-K-A qrammatika şəklində nə eləyəcək? Tələffüz olunacaq. Çünki bu söz istisna sözdür. Və yaxud da kommunal sözündə O, M, M, U, N, al yazılacaq. Necə tələffüz olunacaq? K, M, nal şəklində nə eləyəcək? Tələffüz olunacaq. Başa düşdünüzmü uşaqlar? Və yaxud da, amma qoşa v-larda düşmür. Düşmə hadisəsi olmur. Elə qüvvə, qüvvə. Görsən, elə qüvvə kimi də olur. Və yaxud da güllə, güllə, güllə. Elə olduğu kimi də qalır. Sən bunu bir dənə l-sını sarmayacaqsan. Məsələn, xiffət elə xiffət kimi olduğu kimi qalır. Qoşa n-larda da olduğu kimi qalacaq. Aha. Amma qoşa q-larda
Bayaq demişdik də, biri k kimi, biri isə q kimi. Qoşa açılarda biri k kimi, biri isə q kimi qalır. Uşaqlar, indi gələk nəyə? Eyni cinsli qoşa samitli sözlərdə sözün sonu eyni cinsli qoşa samitlə bitərsə. Aha, bax uşaqlar, testdə 9-cu sinif buraxılışında idi səhv eləmirəmsə, orada birinci sualda belə bir şey var idi. Əgər sözün sonu qoşa samitlə bitərsə, o zaman söz neçə hecalı olur? O zaman söz bir hecalı olur. Başa düşdünüz? Yazın qeyd edin. Birinci sual hardasa hansısa test toplusunda var idi. Əgər sözün sonu qoşa samitli sözlə bitərsə, o zaman söz neçə hecalı olur? Bir hecalı olur. Başa düşdünüz? Okay. Amma sözün sonu qoşa samitli sözlə bitərsə, o zaman sözün sonu neçə hecalı ola bilər? Məsələn, minimum 3 hecalı ola bilər. Məsələn, təbii. T-ə-b-i. Sözdə neçə heca var? 3 dənə sait varsa 3 dənə də heca var. Başa düşdünüz? Amma sözün sonu qoşa samitli sözlə bitə bilər, eyni cinsli qoşa samitli sözlə bitirsə, o söz neçə hecalıdır? Bir hecalı olmağa məhkumdur. Məsələn, tutaq ki, x-ə-t-t, daha sonra s-i-r-r, daha sonra xətti, sirdi, daha sonra fəndi, fən kimi sözləri deməli misal göstərmək olar. İndi uşaqlar, belə bir şey var ki, əgər bu sözlərə samitlə başlayan söz və ya şəkilçi qoşulduqda, məsələn, tutaq ki, x, ə, t, l, r xətlər sözü. Bax, bu yazılış doğru deyil. Başa düşdünüz? Əgər samitlə başlayan söz və ya şəkilçi qoşularsa, o zaman t-nın biri düşəcək. Sən bunu yəni x, ə, t, l, r xətlər şəklində yazacaqsan. S, i, r, l, r sirlər şəklində yazacaqsan. Fənlər şəklində yazacaqsan. F, ə, n, l, r fənlər şəklində yazacaqsan. Başa düşdün? Amma sən buna saitlə başlayan şəkilçi qoşduqda o zaman necə olacaq? Saitlə başlayan şəkilçi qoşduqda isə məsələn tutaq ki, fikirləşək. Məsələn tutaq ki, x, ə, t xət aldım. O zaman nə olacaq? Xət aldım şəklində. Yəni ikisi də yazılacaq. Və yaxud da f, ə, n, fənnə şəklində yazılacaq. Başa düşdün? 2 dənə n-ın ikisi də yazılacaq. Aha, uşaqlar, yadınıza saxlayın ki, bu sözlər, bax bu söz, sildim bax. Xət. Tutaq ki, xət sözü. Əgər bu söz mürəkkəb sözün ikinci tərəfi olarsa, asan yadda saxlamaq üçün, mürəkkəb sözün ikinci tərəfi olarsa, t-nın biri düşəcək. Məsələn, tutaq ki, ümumiyyətcə, qoşa samitlərdən biri düşəcək. Məsələn, h, ü, s, n, x, ə, t. Hüsn xət. Görürsən, bir dənə t-ni yazılır. Niyə? Çünki mürəkkəb sözün ikinci tərəfi olacaq. Amma mürəkkəb sözün ikinci tərəfi olarsa, uşaqlar, məsələn, tutaq ki, h, a, q, q, haq, nahaq. N, a, h, a, q. Bu zaman nə olacaq? Haq, nahaq sözündə isə bu zaman, bunu sileyim, buranı boşaldım. Aha, bunu sildik. Daha sonra bu sözün tələffüzü necə olacaq? H, a, k, q, haq, nahaq. N, a, h, a, k, nahaq. Başa düşdün? Aha, deməli, mürəkkəb sözün əgər birinci tərəfi olarsa, bu zaman t-lardan biri, bu zaman deməli, qoşa samitli sözlərdən biri düşəcək. Amma mürəkkəb sözün birinci tərəfi olarsa, o zaman düşməyəcək. Başa düşdün? Amma bax, bu sözlər daha çox defislə yazılan sözlərə aiddir. Bu mürəkkəb sözlərdə birinci tərəf düşmür. Amma bəzən ola bilər ki, elə yazılışda da tələffüzdə də, məsələn, h, a, haqq, sevən, s-evən, daha sonra haqq vermə sözündə isə bax görsən q-nın biri düşəcək. Niyə? Çünki uşaqlar, bax burada h, a, q, q, s, evən şəklində yaza bilməzsən. Başa düşdün? Yəni bitişik yazılanda. Okay? Bir də uşaqlar, biz demişdik ki, bunlarda yəni ki, bu haqqdır, nə bilim, sirdir, daha sonra tutaq ki, xətdir, fəndir, bu kimi sözlərdə samitlə başlayan söz və ya şəkilçi gəldikdə qoşa samitli sözlərdən, yəni qoşa hərflərdən biri düşəcək. Amma 2 dənə söz istisnadır ki, bir hiss sözüdür, bir də kül sözüdür. Yadınıza saxlayın ki, bax uşaqlar, dilimizdə bir k, ü, l var, bir də kül var, bir h, is var, bir də his var. Bax, bu sözlər, yəni ki, samitlə başlayan şəkilçi gəldikdə belə, məsələn, tutaq ki, hisslər şəklində. Bax, bu s düşməyəcək, hiss və kül sözündə. Amma samitlə, s hərfi ilə başlayan şəkilçi gəldikdə, məsələn, h, is, s, iz,
Bax, hissiz sözündə də, bax, hissiz sözü samitlə başlayan, s hərfi ilə başlayan şəkilçi, bax buna da l hərfi ilə başlayan şəkilçi gəldikdə s düşəcək. Çünki k, ü, l ər şəklində ola bilməz. Amma ondan qalan, bax görürsən, hissdir, bir də küldür. Bu şəkilçilərə samitlə başlayan şəkilçi qoşulduqda qoşa samitlərdən biri düşməyəcək. Başa düşdünüz? Hiss nə mənanı ifadə edir? İnsanda olan hiss mənasını ifadə edir. Məsələn, qorxu hissi və yaxud da ad var, hiss, müğənni, o mənanı ifadə edəcək. Buradakı hissi isə qurum mənasını, pesin içində olur, turbasının içində olur, hiss, qurum, o mənanı ifadə edir. Kül burada pesin içində olan odunun külü mənasını ifadə edir. Kül isə çox mənasını ifadə edir. Başa düşdünüz? Aha. Sən gətir tutaq ki, h, i, s, l-lər şəklində versən, hisslər şəklində versən, deməli bu nədir? Qurum mənasını ifadə edir, qurum mənasını ifadə edəcək. Amma h, i, s, l, ər şəklində versən, bu insanda olan hiss mənasını ifadə edəcək. Başa düşdün? Ona görə də, yəni dilimizdə hər iki bu söz olduğuna görə bunları fərqləndirmək üçün bir dənə hansı məqamda düşəcək? Bu hiss sözündəki s, bu da kül sözündəki l. Əgər sən buna s ilə və l ilə başlayan şəkilçi qoşduqda, kül sözünə l ilə başlayan şəkilçi qoşduqda, hiss sözünə isə s ilə başlayan şəkilçi qoşduqda. Məsələn, tutaq ki, hissiz sözünü sənə verə bilər. Məsələn, elə bir test tərtib eləmək olar. Hissiz sözünü sənə verə bilər. Tutaq ki, deyə bilər ki, bu sözün nə deyək? Leksik mənasını iki cür düşünə bilərsən. Bəli, sən bu sözün leksik mənasını iki cür düşünə bilərsən. Niyə? Çünki bir hiss mənasını ifadə edir, qurum mənasını, yəni hissiz turba mənasını ifadə edəcək. Bir də hiss mənasını ifadə edir, yəni hissiz, duyğusuz mənasını ifadə eləyə bilər. Başa düşdünüz? Deməli, amma bunlardan qalan bu hiss sözündən başqa, hiss və kül sözündən başqa digər fəndi, xətti bu kimi sözlərə necə olacaq? Bu kimi sözlərdə deməli l-nın biri düşəcək. Başa düşdünüz uşaqlar? Videomuz biraz samitlər çox genişdir. Daha sonra son bir şey də deyim. Ondan sonra yekunlaşdırarıq. Uşaqlar, bir də dilimizdə var n-b hərf birləşməsi, bir də m-b hərf birləşməsi. Məsələn, sünbül və yaxud da zənbil, günbəz, daha sonra şənbə və yaxud da bir çox sözləri demək olar. Bir də m-b ilə yazılan sözlər var. Məsələn, amfibiya şəklində ola bilər. Amfibiyadır və yaxud da ambulans şəklində ola bilər. Kombayın şəklində ola bilər. Və yaxud da hambaldır, pambıqdır, pambıq, kömbədir, daha sonra lampadır. Bax, bu sözlərin hər birini əzbərləyin. Lampadır, kömbədir, hambaldır, peyğəmbərdir, peyğəmbər şəklində ola bilər. Uşaqlar, bax yadınızda saxlayın ki, bu n-b ilə yazılan sözlər, bax bu n-b ilə yazılır, amma tələffüzü necə olacaq? M-b ilə yazılacaq. Məsələn, sünbül sözü necə tələffüz olunacaq? Sünbül şəklində. Zənbil sözü necə tələffüz olunur? Zənbil şəklində. Günbəz sözü günbəz şəklində, şənbə şəklində. Amma bu m-b-da elə m-b olduğu kimi qalacaq. Yəni n-b kimi tələffüz olunmayacaq. Bir də bunların yazılışını necədir yadda saxlaya bilərsiniz. Mən ancaq belə yadda saxlayıram. Bax, hambaldır, pambıqdır, kömbədir, lampadır, peyğəmbərdir. Bu sözlər istisna olmaqla, digər daha çox m-b ilə yazılan sözlər, daha çox görürsünüz uşaqlar, Avropa mənşəli olan sözlərdir. Məsələn, amfibiyadır, ambulansdır, kombayndır. Bu kimi sözlər nədir? Bu kimi sözlər deməli m-b ilə yazılır. Amma daha çox öz dilimizə yatqın olan sözlər, məsələn, sünbüldür, zənbildir, günbəzdir, şənbədir. Bu kimi sözlər görürsünüz uşaqlar, görürsünüz n-b ilə yazılır. Başa düşdünüz? Yəni bunu da buradan yadda saxlaya bilərsiniz. Bir də son məqam olaraq bir çox dilimizdə söz var ki, təkizalı sözlərdir uşaqlar. Amma təkizalı olmasına baxmayaraq biz bunlara samitlə başlayan şəkilçi qoşduqda onun tələffüz zamanı kökünə bir dənə sait artırılır. Məsələn, tutaq ki, elm sözüdür.
elm və yaxud da üzv sözüdür. Daha sonra üzv sözü var, sehr sözü var. Sehirdir, həcmdir. Bu kimi sözlər və s. kimi demək olar. İndi daha çox bunu öyrənmək olar. Harda? Bir dəqiqə gəlin sizə bunu göstərim. Harda öyrənmək olar? Bax görsən, daha çox ansambldır, kompasdır, kompatdır və yaxud da emblemdir, ambisiyadır. Görürsən, bu sözlərin hər biri, elə bunu kitabın üstündə göstərmək daha məqsədə uyğundur. Bu sözlərin hər biri görürsünüz uşaqlar. Bax, mobil ilə yazılır. Bax, lampadır, daha sonra peyğəmbərdir. Bu kimi sözlər istisna olmaqla. Daha sonra bıdıcıcıları izah elədik. Burada heca gəlir. Daha sonra qoşa samitli sözlərdə bax görürsünüz. Bax, buradan oxuya bilərsiniz. Daha sonra mən nə izah eləyəcəydim sizə? Bir çox sözlər var ki, o sözlər harada dayanılır? Tapa bilsə indi yaxşı olacaq. Bu sözlərdir, bax uşaqlar. Bax, qəbirdir, qədirdir, eyibdir. Bax, bunlar iki hecalı sözlərdir. Görürsən, sətirdir, sinifdir, fəsildir. Bu şeylər, bunlar daha çox şeylərdir da, isimlərdə daha çox mənsubiyyət və yaxud da hal şəkilçisi qoşulan sözlərdir. Amma bax, bu sözlər var ki, cəbirdir, əmirdir, həsirdir, həbsdir, hökmdür, hüsündür, hüzündür, kəsirdir, qəbizdir, qəsirdir, nəbizdir, bax, əsildir, xeyirdir, mətindir. Bu kimi sözlər isə uşaqlar necə olur? Bax, bu kimi sözlərə samitlə başlayan şəkilçi qoşduqda, bunun görürsən kökündə bax, hüzün yazılır, hüzün. Sədir yazılır, sədir. Görürsən, üzür yazılır, üzür. Bu kimi olur. Başa düşdünüz? Yəni, bir dənə qapalı sait əlavə olunur. Amma saitlə başlayan şəkilçi qoşduqda, məsələn, tutaq ki, elə elmə şəklində tələffüz olunur. Elmə şəklində. Nə eləyir? Tələffüz olunur. Başa düşdünüzmü uşaqlar? Belə, sağ olun uşaqlar, Allah amanında. Nəyisə başa düşməsəniz, biraz da siz gərək testdə, daha önce onsuz da 1 saat olubdur, daha önce bizə dəyən dəyifdir. Başlayaq. Bax, gəlin də bax. Deyir ki, 41-ci sualda məsələn tutaq ki. Məsələn, deyir ki, hansı sözdə? Nə hərfi eləyək? Qırmızı eləyək daha. Deyir ki, hansı sözdə q hərfi elə q səsinin kar qarşılığını ifadə edir? Q hərfinin kar qarşılığı, q səsinin kar qarşılığı nə idi? Q'nın kar qarşılığı k idi. Elə, aha, başlayaq uşaqlar. Bax, qonaq sözü necə tələffüz olunur? Elə qonaq kimi tələffüz olunacaq da. Məqalə, məqalə. Elə q kimi olduğu kimi qalır. Niyə? Çünki q'dan sonra sait gəlibdir, görürsən? Və yaxud da maqnit, aha, q'dan sonra necə olur? Samit, cingiltili samit gəlibdir. Nə olur onda? Maqnit mi deyirsən? Elə maqnit olduğu kimi qalır. Təqaüd. Aha, amma bir dənə nöqsan, deməli nə olacaq? Bax, q'dan sonra kar samit gəlibdir. Biz demişdik ki, sözün ortasında q'dan sonra kar samit gələrsə, k kimi tələffüz olunur. Gördünüz? Bax, elə bu sözdə yazmışdım. Olduğu kimi də qalıbdır. Və yaxud da, gələk uşaqlar. Deyir ki, hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Aha, hansı sözdür olar uşaqlar? Elə 3 saniyəlik bir sualdır. Baxırsınız, ikinci tərəflərə baxırsınız, gördünüz? Bax, a gəlibdir, sait gəlibdir, sait gəlibdir, sait gəlibdir. Bir dənə qırıq tərəf, onda deməli nə olacaq? Qırıq kəlmə tələffüz olunacaq. Gördünüz uşaqlar? Asan dilə. Daha sonra bax deyir ki, y səsi yoxdur. Harda olmaya bilər sizcə? Harda olmaya bilər? Aha, bax, ərik ağacı deyərsən. İştirak. Bax, yadınıza gəlir. Mən yazmışdım sizə, iştirakdır, əmlakdır, şərikdir. Bu kimi sözlər nə olur? Elə olduğu kimi qalacaq. Aha. Belə uşaqlar. Bir dənə də siz baxaq, bir dənə sonra da baxaq. Uşaqlar, bax, inikas sözü inikas şəklində tələffüz olunur. İnikas şəklində. İnikas deyil. Başa düşdünüz uşaqlar? Deyir ki, hansı sözdə x səsi var? Hansı söz də ola bilər sizcə? Bax, şərikimiz sözü necə tələffüz olunacaq? Şərikimiz şəklində. İnikas sözü inikas şəklində. Mütləq sözü mütləqdir. Mütləq. Aha. Amma ev, eşik. Görürsən, sözün sonu ki ilə bitifdir. Özündən sonra heç bir şey gəlməyibsə, ona deməli nə olacaq? Ev, eşik. Çərpələng, çərpələng şəklində tələffüz olunur. Ki kimi tələffüz olunur. Başa düşdünüz? Aha, burada başqa. Aha, bax görürsünüz, xiffət sözünü yazmışdıq. Xiffət kimi də tələffüz olunacaq. Bax, deyir ki, qoşa samitlərdən birincisi kar, ikincisi cingiltili. Birincisi kar, ikincisi cingiltili olanda nə idi uşaqlar? Deməli, bu qoşa ki samitinə aid idi. Məsələn, səkkiz, elə mütəkkə şəklində olacaq. Belə, çox sağ olun, Allah amanında.
Nə ilə ki bağlı çətinlikləriniz var, ya yorumlara yaza bilərsiniz. Videomuzun altında yorumlara yaza bilərsiniz. Uşaqların əməyə biraz hörmət eləmək lazımdır. Videoda yorumlarımızın altına videoda daha çox yorumlarımıza yorumlar yazın və yaxud da bəyənmək elə bəyənin də. Çünki biraz əməyə diqqət eləmək lazımdır. Əməyə nə bilim hörmət eləmək lazımdır ki, mən də bir 06-dan 07-dən bir şey ala bilim. Çox sağ olun. Allah amanında. Əlaqə üçün 050 647 09 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun. Allah amanında. İnşallah gələn videolarda görüşərik.